Əhzab surəsi 37, 38 və 39-cu ayəsində açıq aydın Allah Teala buyurur ki, o şəxslər ki, təbliğ edirlər Allahın risalətin, yəni peyğəmbərlər, imamlar və o insanlar ki, Allahın dinin, Qur'anın təbliğ edirlər, həyatda heç bir zərrədən, heç bir şeydən qorxmazlar. Allah bunu deyə, sən deyə bilərsən ki, peyğəmbər qorxurdu. Bəs burada niyə gəlibdi? Bu ayədə bəs niyə gəlibdi? Çünki burada Allah Teala buyurdu ki, heç nədən qorxmazlar. Bak, Allah Teala buyurur ki, peyğəmbərlər, imamlar və Allaha tam bağlı olan təbliğatçılar deyərlər, Allah bizə kifayət edir, Allah bizə bəs edir. Demək, Peyğəmbər Aleyhisselam burada heç də canın qorxusunda deyildi. Nə idi məsələ? Baxırsan ki, burada artıq məsələ başqadır. Yəni nə? Məgər Peyğəmbər Aleyhisselam həyatı boyu 23 illik peyğəmbərlikdə demədiyi məsələ olub? Yox. Peyğəmbərlik qutaran vaxtı özü də deyib ki, mən 2 aydan sonra dünyadan köçürəm. Və peyğəmbərlik qutardığı zaman, yəni ömrü qutardığı zaman, bu nə ayət ki, deyir ki, bax denən 23 il demisən, amma bunu deməmsən. Deməsən səni peyğəmbərlikdən çıxardacaq. Ayə özü deyir, bu sözü sən indi deməsən, qalxıb onu cəmaata başa salmasan, sən 23 illik peyğəmbərlik eləməmsən, biz o etdiyin peyğəmbərliyin üstünə xətt çəkərik. Ayə bunu deyir. Və yaxşı, 3 dənə sual çıxır. Hər bir mömin, müsəlman bu 3 sualı öz canı ilə, öz fikri ilə düşünsün bu günlərim ki, ömrünün axırında Peyğəmbərə Allah bu sözü niyə deyibdi? Axı, Peyğəmbər Aleyhisselam tohidi demişdi, yəni Allahı tanıtmışdı insanlara. Tohidi deyəndən sonra nə idi? Üsul-i dində nə gəlir? Nübüvvət. Demişdi ki, mən Allahın Peyğəmbəriyəm. Bütün İslam aləmində İslamın 3 dirəyi var, Əhl-i Beyt məktəbində isə 5. Yəni üsul-i din deyilir buna. Onun misal üçün, bütün İslam aləmində olanın 3'ü Allahın birliyi. Peyğəmbər onu demişdi, 23 il Allah Peyğəmbəri Allahın vahdaniyyətinə danışıb. İkincisi nə idi? Nübüvvət. 23 il dedi ki, mən Allahın Peyğəmbəriyəm. Üçüncü nədir? Üçüncü məad. Peyğəmbər Aleyhisselam bütün ömür boyu deyibdi ki, qiyamət gələcək, məhşər gələcək, axirət gələcək, bütün etdiyimiz əməllərimiz orada hesaba çəkiləcək. Deməli, bu üçün deyib. Bəs yaxşı, nə məsələ idi ki, onu deməmişdi? Bax, burada artıq bir məsələdir ki, öz-özümüzdə fikirləşək ki, 23 ildə deyilməyən sözü indi Allah bu halda Peyğəmbərə niyə deyir? Bəli, onda bu xəbər nədir? Ki, Peyğəmbər də narahat olmuşdur. Baxın, bir xəbərdir ki, bu Peyğəmbərdən sonra İslamın hakimi kim olacaq? Çünki bütün münafiqlər və kafirlər gözləyirdilər ki, Peyğəmbər Aleyhisselam dünyasını dəyişən kimi İslamı aradan aparsınlar. İslamı bilirdilər ki, Peyğəmbərin evladı yoxdur. Bir dənə xanım Fatimə Zəhra Aleyhisselamdır. Ondan da rəhbər olmaz, çünki xanımdır. Ona görə də sevinirdilər ki, Peyğəmbərin ömrü tamamlanır. Artıq biz İslamın axırına çıxacağıq. Peyğəmbər ölən kimi Peyğəmbərin yerində özümüz bilərik kim otuzdururuq. Bu söz onların beynində idi. Amma nə oldu? Ayə nazil olanda Peyğəmbər təşvişə düşdü. Peyğəmbər bir an tanımırdı kim idi, hamısını tanıyırdı. İndi Peyğəmbər Aleyhisselamın bəs qorxusu, narahatçılığı nədən idi? Həzrətin qorxusu və narahatçılığı ondan idi ki, Həzrət ehtiyat edirdi ki, əgər o Allahın əmrini desə, fitnə düşəcəkdir. Nafiqlər, kafirlər fitnə salacaqlar, aranı qatışdıracaqlar, bir-birinə vuracaqlar. Amma Allah nə buyurdu? O sənin işin deyil. Bizim əmrimizi çatdır onlara. Biz özümüz bilərik onlarla nə edəcək. Ey Peyğəmbər, ey Allahın Rəsulü, sən de. Onda Peyğəmbər Aleyhisselam nə elədi? Dedi, gözləyin arkada olanlar gəlsinlər. Bütün İslam tarixlərinə baxsanız, 100 mindən çox orada hacının olduğunu qeyd edilib. O yol belə bir yol idi ki, oradan karvan ayrılırdı İslam ölkələrinə. Nəcəfə, Bağdada, Məkkə tərəfə filana. Təxminən 100 kilometrə qədər, səhv etmirəmsə, məsafəsi var idi oranın Məkkədən. Hazreti Peyğəmbər Aleyhisselam hamısına göstəriş verdi, dayandılar. Arkadakılar hamısı gəldi. Hamısı əyləşdilər və istidən öz əbalarını başlarının üstünə çəkdilər. Orada deyə bilərlər də, ya Rasulallah, sən 23 il demədiyin şeyi gəlib indi bu 50-60 dərəcədə bizə nə edirsən isti qum çölündə. Amma gəl gör nə qədər zəruri idi. Həm tarixi bir hədisdir, Allahın həm də əmri idi. Bu idi ki, məsələ eşitmişsiniz, qısa deyirəm. Allah Teala buyurdu, ey mənim Rəsulum, durğuz əlini. Çünki Qur'anda ayə var. Onun danışıqları hamısı vəhiy əsasındadır, Qur'an deyir və o heç bir vaxtı öz başından danışmaz. Həzrət Əli Aleyhisselamı gətirdi yanına və hündür bir yer düzəltdilər. Orada bir xütbə oxudu. O
xütbə bütün İslami kitablarda var. O xütbənin bir neçə kitablarda məsəl üçün siz görə bilərsiniz. Amma mən istəyirəm ki, o xütbədən qısa, tez. Həzrət Peyğəmbər sallallahu buyurdu ki, ey insanlar, mən sizə sizin hamınızdan əziz deyiləm, sizin nəfsinizdən ali deyiləm. Deyirlər, bəli ya Rasulallah, sən bizə öz canımızdan, malımızdan, hər şeyimizdən yüksəksən, alisən. Quran deyir. Həzrət Peyğəmbər sallallahu buyurdu ki, mən kuntum mevlahu fəhəzə aliyyun mevlahu. Mən ki, hər o şəxsin ki, vəlisiyəm, Əli onun vəlisidir. Yəni, kim ki, məni özünə Peyğəmbər bilir, rəhbər bilir, vəli bilir, Əli onun rəhbəridir. Başladı ondan sonra dua eləmə. Bu xütbə çox daha bir-iki cümlə ilə qeyd edirəm. İlahi, hər o şəxsi ki, Əlini özünə Mövla bilir, sən ona rəhm elə. Həzrət ona başlayır dua oxumaq, onun üçün dua elə. Və hər kəs Əlini düşmən bilir, sən onu düşmən bil. Hər kəs Əlini dost bilir, vali bilir, vəliyullah bilir, sən də ilahi onu özünə ucra bilginən. Hər kəs Əlini sevir, sən də onu sevginən. Peyğəmbər sallam buyurur. Və hər kəs Əliyə buğz eləsə, qəzəblənsə, düşmənçilik eləsə, ilahi sən də ondan düşmənçilik elə. Hər kəs Əliyə dost olsa, ilahi sən də ona dostluq elə. Siz burada oturmuşsunuz, bu məclisin nuraniyyət üçün gəlmişsiniz. Sizin oturuşunuz burada həmin duadır. Bu duaların hamısı şamildir bizə və Peyğəmbər əsələm 1400 il bundan qabaq bizim üçün dua eləyib. Hər kəs Əlinin bugünkü bayramını bayram eləyər. Hər kəs Əliyə bu işdə kömək eləyər. Hər kəs İslam'a bu işdə kömək eləyər. Nədir? Buyurur ki, Peyğəmbər ilahi sən ona kömək elə. Yəni Peyğəmbər sizin üçün, bizim üçün dua eləyibdir. Odur ki, deyirəm ki, hələm bir addım atasan, Allah bu işdə attığın hər addıma 100.000 sənə ehsan verəcəkdir. 100.000. Bəli, Peyğəmbər əsələm duanı elir. Hər kəs onu Əli ilə düşmançılıq eləyir. Ondan filan eləsə xoşa gəlməz. İlahi, sən də onu ilə o cürə rəftar elə və haqq Əli iləndir. İlahi, Əli haqləndir. Cəmaata elan edir və deyir ki, ey müsəlmanlar, bugündən sonra Əli sizin rəhbərinizdir, sizin vəliyinizdir. Bunu deyəndən sonra Cəbrail əleyhissalam o dəqiqə nazil olur. Təfəkkür əhli dünyanın harasında olsa bu sözü eşitsə, bu ayəni oxusa ona kifayətdir. Maidə surəsi 3-cü ayə buyurur, sən ki ey Peyğəmbər Əlini ki öz yerə təyin elədin, rəhbər seçdin ki sənin yerində büyündən sonra Əli olacaqdır. Allah buyurur, mən öz nemətimi sizlərə tamamladım və bu cürə İslamdan, fikir verin Allah deyir, mən razıyam. Hədisdə öyle, mən sizə bu cürə İslamı verdim və bu İslamdan razıyam, başqa İslamdan mən razı deyiləm. Bu Allahın kəlamıdır. Və həmin vaxtı Həzrət Peyğəmbər əleyhissalam nə edir? Hamıyadır ki, gəlin bir-bir Əli ilə beyyət edin. Tarixlə yazırlar. 3 gün 100.000 insan gəlib orada, həmin Əli əleyhissalamdan beyyət edib orada qalıb. Heç 3 gün olmur, elə bir gün olsun, eybi yoxdur. Birinci ilk dəfə Əli əleyhissalamı təbrik eləyən Həzrət Peyğəmbər əleyhissalamın yanında oturan məşhur tanınmış sahabələr idi ki, ikinci xəlifə Ömər ibn Xəttab qalxır ayağa, ilk dəfə Əli əleyhissalamın əlindən tutur, bəxin yabnə Əbi Talib, mübarək olsun sənə, ey Əbu Talibin oğlu, ey Əli, biz bu günlərim açdıq səhərə, yəni bugünkü gün bizlər üçün nə oldu? Bir mübarək gün oldu, mübarək sözüm mən deyirəm. Sənin üçün bu günlərim, sən Mövla oldun, bütün insanların Mövlası oldun və bütün müsəlmanların Mövlası və rəhbəri oldun deyib, Əli əleyhissalamı ilk təbrik eləyən şəxs oldu. Ondan sonra o birisi müsəlmanlar. İndi buradan sual çıxar. 1400 ildə orada olan 100.000 adam avam olub, heç nə başa düşməyiblər. Amma indi çox başa düşənlər tapılıbdır. Deyirlər ki, Peyğəmbər dost deyirdi orada. İndi o başa düşməyənləri də öz kitabından Mövla sözü mən göstərəcəm burada. Birincisi yalandır. Mənasızdır o sözlər. Niyə? Quranda ayə nə buyurur? İnnəməl müminə ixvatun. Allah Teala buyurur ki, möminlər bir-biri ilə qardaşdılar. Ona ehtiyac yoxdur ki, Peyğəmbər İslam 50-60 dərəcə istidə cəmaatı saxlasın, 3 gün beyyət elətdirsin və ikinci xəlifə də gəlib təbrik eləsin ki, səni təbrik eləyirəm. Sən bütün möminlərin, müsəlmanların nə oldun? Mövlası oldun, yəni dostu oldun. Bu mənası yoxdur. Bu. Sonra Həzrət Peyğəmbər İslam bütün tarixi İslam'a baxın, tarix kitablarına baxın. Orada görəcəksiniz ki, Məkkədən Mədinəyə ki hicrət eləyir. Hicrət eləyəndə orada qardaşlıq əhd peymanı bağlayır. Birinci xəlifə ilə ikinci xəlifəni qardaş eləyir. Tələhə ilə Zübeyri qardaş eləyir və
müəyyən sahabələrin əqdini oxuyur, onları bir-birinə qardaş eləyir. Əli əleyhissalamın gözləri yaşarır. Ya Əli, sənin gözlərin niyə yaşardı? Ya Rasulallah, hamını bir-birinə qardaş elədin, amma məni qardaş eləmədin. Həzrət qucaqlayır, alnından öpür ki, ey Əli, sən mənim qardaşımsan, sən mənim əzizimsən, sən mənim filan. Bunun müqabilində təzdən durub orada təkrar eləməyin də heç bir mənası yoxdur. Bir də ki, əgər orada Mövla sözündə dostluqdan, yaddan söhbət gedirsə, ayəyə baxın, ayədə nə buyurur? Vallahi ya'asumuka minən-nas. Peyğəmbər, qorxma ki, Allah səni özü qoruyacaq. Bəyəm, əlini insanlara dost eləməkdən ötəri qorxmaq lazım idi. Ayə özü sənə deyirsə, sən yalan danışırsan. Çünki orada nə olubdur ki, sən durub Peyğəmbər deyəcək ki, bu Əli mənim qardaşımdır. Bundan ötəri qorxmağa ehtiyac yox idi ki, Allah buyurur ki, ya'asumuka minən-nas. Allah səni insanların şərindən qoruyacaq. Qorxma, dur de. Bax, bu da bir onların sözlərinə dəlildir. Əvvəlki şəxsin yerində rəhbər olmaq. Yəni, vəli rəhbərdir. 120 min insan onu o dövrdə çox yaxşı başa düşdü. İkinci xəlifə də yaxşı başa düşdü. Əli əleyhissalamı təbrik elədi. İndi ay başa düşməyənlər, siz özünüz ora-bura vurmaqla bu sözü, siz o sahabələrdən çox ağıllı deyilsiniz. Nə də çox təfəkkür eləyə bilməzsiniz. Orada əgər dostdan, yaddan söhbət olsaydı, onlar səndən qabaq, 1400 il bundan qabaq başa düşərdilər ki, söhbət dostdan gedir, qardaşdan gedir. Deməli, belə çıxır ki, siz həmin o fəzilətli sahabələrdən üstün ağıllı adamlarsınız. Bu özü bir sualdır ki, insan öz imanı ilə Allahı arasında gərək bunu həll eləsin. Əlbəttə ki, mənim bu sözümü eşidənlər ya zalimlar, ya dini tanımayanlar, çünki baxmışam, çox sözlər deyirlər. Ya nə bilim nələr, mənim bu sözümə çox sözlər deyəcəklər və söyüş də verəcəklər. 100 il mənim Mövlamı bu minbərdə söydülər. Siz də məni söyün, bir 5-10 il. Nə qədər söyürsən söy. Amma 100 il söysən, lap Əli əleyhissalam kimi söyülmüş olarım. Odur ki, insan gərək düşünə, yəni bilə ki, Mövla ona deyərlər ki, o şəxs Allahın əmri ilə Peyğəmbərdən sonra İslam aləminin rəhbərindən söhbət gedir. Heç də ora-bura aparmaq düz deyil.